Elkin müəllim, yəni burada iki fərqli mövqe səsləndi. Biz İsrail cəmiyyəti ilə bağlı mənə həm də o maraqlıdır ki, doğrudan da, yəni dünyada faktiki olaraq İrana vəd verənlər çoxdur, amma yanında olanlar yoxdur. Digər tərəfdən İsrail də İrana əleyhinə koalisiya qura bilmədi açıq. Yəni elə bir ölkə yoxdur desin ki, açıq mən İsrailin yanındayam və vurmağa da hazıram. Hə, deyirlər ki, əgər təhlükə yaranarsa müdafiə edəcək. Amma biraz əvvəl belə bir xəbər gəldi ki, Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələrinin bazalarında yanacaq dolduran təyyarələr tərk edir. İndi bu nəyə mesajdır, nə baş verəcək, nəyə hesablanıb, bunu da sizdən soruşacağım. Sizin fikriniz, məsələn, Türkiyə anti-İran mövqeyidir. Bu bilmirəm, indi daxili istəkdimi, xalqın yəni təzyiqi var, ona görə yəni anti-İsrail, üzr istəyirəm, amma İrana açıq dəstək verilmir. Və yaxud da Rusiyanın özündə, yəni faktik anti-İsrail mövqeyi səslənir, amma İrana real bir hələ dəstək görməmişik. Bəlkə sizin bir fikriniz var, niyə belə olur? O İngilislərin bir zarafatı var, diplomatların. Deyir, bəs indi hansısa hipotetik bir ölkədə bir böhran var və yaxud ki, qonşu ölkə haradasa Britaniyanın strateji maraqları olan bir bölgədə bir-birində qarşı savaşdadır və sual olunur ki, bəs Britaniya nə edəcək? Deyir ki, yardımdan başqa hər cür dəstək göstərəcək. İndi bu əlbəttə ki, anekdotdur, amma prinsip etibarilə aşağı-yuxarı bu siyasət elə budur. Hamı sözdə deyir ki, bizim özümüzdən demirdilərmi? Deyirdilər. Hə, nəticədə 2-3 dövlət, Türkiyə, həmin İsrail, Pakistan, Britaniya, yəni bir neçə ölkə. Amma sözdə belə baxanda, hətta yoxdur, Ermənistana da indi çoxsu deyir. Amma yəni ki, çox adam, çox ölkə çox şey deyə bilər. Xüsusilə açıqda onsuz da çox şey deyilmir. Rusiyanın adını çəsir. Rusiya ötən il İranla strateji müttəfiqlik anlaşması imzaladılar. Ötən il yox, bu ilin yanvarında. Bu il idimi? Hə, yanvarda. Hə, neysə. Yox, 5 ay keçməyib. Qurumuyub mürəbbə. Qış olduğunu bilirdim, düşündüm dekabr falan olur. Ötən il imzalanmışdı Xarici İşlər Nazirləri arasında. Məsələn, Pezeşkanın səfərindən sonra orada elə müddəalar var ki, qarşılıqlı yardımlaşma, hərbi əməkdaşlıq, bir-birinə ərazi bütövlüyünə qarşı təcavüz olarsa yardıma gəlmə. Hətta separatizmə qarşı birlikdə mübarizə aparma müddəaları var. Amma əlbəttə ki, Rusiyanın obyektiv baxımdan başı Ukraynaya qarşı heç halı yoxdur İrana dəstək vermək. Baxanda İranın da bundan sonra Rusiyaya hansısa dron, raket və s. ötürmək imkanı da olmayacaq. Çünki onun da başını burada qatdılar. Yəni o baxımdan. Türkiyə təbii ki, geopolitika belədir. Yəni burada artıq ideologiyalar çox da rol oynamır. Hətta etnik anlamlarda rol oynamır. Coğrafiya daha önəmlidir. Və Türkiyə bu coğrafiyada əlbəttə ki, İrandan hər zaman baş-başa gələcək və bundan sonra bu türklərin və yaxud farsların qarşıdurması deyil. Bu coğrafiya. Ona qədər çeşidli belə qədim dövrlərə qədər gedə bilərsiniz. Təmin Bizans, Sasanilər, Roma, Parfiya. Yəni orada kim yerləşibsə hansı dövlətlər hər zaman toqquşub. Xüsusilə də Orta Doğu məsələsində. Çünki Orta Doğu, Orta Şərq, indi görürsünüz neçə, orada nə zaman ki imperiya olub, hər hansı bir imperiya. Əhəmənilər, Sasanilər, Bizans, Ərəb, Osmanlı, orada sülh olub, barış olub. Nə zaman ki hansısa imperiya çöküb və aralıqda, ora boşluqda qalıb və o müstəqillik uğrunda dövlətlər, ölkələr əldə edib, əldə edə bilməyib, o başqa məsələ, amma hər halda. Orada həmişə savaş çıxıb. Xüsusilə bunun arasında din də girəndə o savaş durdurmaq çox çətin olur. İndi 2-ci Dünya müharibəsindən sonra, xüsusilə İsrail dövlətinin yaranmasından sonra o bölgə heç rahatlıq tapa bilmir. Bəli. Hə, bunun adını kimsə qoya bilər. Məsələn, İranın rəsmi ritorikası nədir ki, bəs şeytan dövlətidir. Özdə onun rəsmi doktrinasıdır ki, o məhv olunmalıdır. Gəlmişkən İsrail özünə bu mənada haqq qazandırır o baxımdan. Çünki vacib deyil ki, sən faktiki olaraq hücum edəsən. Sən rəsmi doktrinanı, mənim dövlətimi məhv olunmasını məqsəd kimi qoyursansa, əlbəttə ki, mənim üçün risk də deyil, bu artıq təhlükədir və haradasa hətta kazus bellidir. Çünki müharibə başlamaq əsası heç də həmişə gerçək hücum olmasını tələb etmir. Hətta məsələn, beynəlxalq çeşidli doktrinalar və interpretasiyalarda, o cümlədə milli dövlətlərin milli strategiyalarında bizdə də yeri gəlmiş görünür ki, əgər məsələn qonşu dövlət sənin sərhədlərində səninlə razılaşdırmadan hərbi təlim keçirirsə, bu artıq dost bir deməli münasibət deyil. Deməli sənə bəhanə verir
ki, ən azından bunu sorğulayasan, sən niyə mənlə razılaşdın? Halbuki öz ərazisidir. Amma səfərbərlik elan edirsə, yenə qonşu dövlət sual verməyə haqqı var ki, xeyr ola səfərbərlik etsin. Bu kimə qarşıdır? İstədiyi cavab almasa, o da məcbur olacaq müdafiə tədbirlərini görməyə və müharibələr belə başlayır əslində. Ona görə məsələn, İran-İsrail münaqişəsi çoxdan gedir. Proksi qüvvələr vasitəsilə, xüsusilə. İndi ilk dəfədir ki, bax, belə miqyas alır və gerçək bir hücum, qarşılıqlı hücumlar. Amma bu hava hücumlarıdır. İsrail əlbəttə ki, havada da, dənizdə də və ümumiyyətcə texnologiyada İrandan çox güclüdür. Amma İrana qalib gəlməkdən söhbət getmir məncə burada. Məncə İsrailin belə bir məqsədi yoxdur. Hərbi qələbə ancaq canlı qüvvənin ora yerləşdirilməsindən ibarət ola bilər. İndi də o devir deyil. İngilislər on ground force deyil də, yəni yer qüvvəsi. Hava qüvvəsi də anladıq, dəniz qüvvəsidir falan. Amma yer qüvvəsi İsraildə yoxdur. Yetmir və məncə heç buna özü də anlayır və belə bir məqsəd də qoymur qarşısına. Və burada çox doğru deyildi, xüsusilə Tofiq bəy, ki, Amerikanın dəstəyi olmasa İsrail ümumiyyətcə orada nəinki İrana qarşı, ümumiyyətlə bölgədə sağ qala bilməz. Bu hər kəs. Halbuki İsrail vaxtı ilə SSR-in səylərinin nəticəsində yarandı. Amma sonradan təbii ki, o maraqlar dəyişdi və faktiki olaraq Amerikanın hesabına İsrail orada, yəni öz gücünə şey eləmirəm mən, onun hansısa bir xələl gətirmədən deyirəm bunu. Amma faktiki olaraq Amerikanın dəstəyi çox önəmlidir İsrailin orada müstəqilliyi üçün. Və Amerika faktiki olaraq o dəstəyi də göstərir. Düzdür, indi sözdə güya Trump çəkindirməyə çalışıb, amma eyni zamanda Trump İranı da hədələyib. Görəcəksiniz, bunun cavabı daha pis olacaq. Kim bilir, bəlkə elə bunu nəzərdə tutur. Yəni, bu artıq spekulyasiyalardır. Biz təbii ki, işin içində olmadığımızdan ancaq şəxsi gümanlarımızı söyləyə bilərik və hansısa güman daha inandırıcı görünə bilər, hansısa az inandırıcı görünə bilər. Bununla belə hədəflərdən biri məncə və bəlkə də ən əsası rejim dəyişikliyi. Ancaq bunun özündə bir maraqlı bir məsələ var. Rejim dəyişikliyi, yəni görürsünüz, ali rəhbərləri bir-bir sıradan çıxarırlar. Yəni öldürürlər, daha faktiki olaraq öldürürlər. Və bu əlbəttə ki, özlüyündə rejim dəyişikliyinə gətirəsi deyil, çünki onun yerlərini başqaları gələcək. Orada xüsusilə o dini fanatizm falan çox güclü olduğundan o, baxmayın, başqa dövlətlər, İran ideokratik dövlətdir. Yəni, başqa ölkələrdə ideologiya əldən ələ keçə bilir, sağ, sol, mərkəz falan. Burada ideokratik dövlət. Yəni, bu artıq orada ideologiya özü-özlüyündə bir resursdur. Yəni, alət deyil, resursdur. Və o ideologiya səfərbər edə bilir çoxlarını. Yalnız burada bir məsələ var da, İranın əgər rejim dəyişikliyi baş tutarsa, İranda, bax, orada əsas suallar oradan yaranır ki, İranın sonraki taliyi nə olacaq? Çünki liberallar güman edir ki, İran dünyaviləşəcək, demokratikləşəcək. Amma hətta elə olmuş olsa belə, mən daha biraz uzağa baxıram, ola bilsin, gümanımla razılaşmaya bilərsiniz. İranda rejim dəyişikliyi İranın parçalanmasına gətirib çıxaracaq. Çünki İranı bu baxımdan SSR-yə mən şəxsən çox bənzədirəm. SSR-i, görürsünüz, Gorbaçovun yanlış siyasəti nəyə gətirib çıxartdı? Gorbaçov elə bildi ki, SSR-də dövlət güclüdür, partiyanı, rəhbər deməli, rolunu götürsək, dövləti islah edə bilər. Məlum oldu ki, SSR-də dövlət güclü olmayıb. Elə nə var idisə də partiyanın hesabına qurulmuşdur. Burada da İranın bütün tarixi iki şey üzərində qurulub, belə şərti belədir. Şah və şəriət. Şah yoxdur. Şahı devirdilər. Halbuki Ayətullah faktiki olaraq bildiyiniz şahdır. Sadəcə ilsən keçmir o hakimiyyət. Amma indi şəriət də yox olsa, bu İranın tarixində ilk dəfə sınanılmamış bir hadisə yaranacaq ki, İranda nə şah var, nə şəriət var. Və o İran nəyini hesabına vahid ölkə olaraq qalacaq. Və orada da gümanlar belədir ki, orada İranın özdə etnik tərkibi elə mürəkkəbdir ki, məsələn, o titul milləti ki, belə böyük bir nüfuz üstünlüyü olsun, deyə bir şey yoxdur orada. Məsələn, indi yeri gəlmiş ki, birinin qovurursan keçmək kimi olmasın. İran bilirsiniz də sərhəddi də, ev üstünə, paytaxtı da cənuba köçürmək istəyir. Oman, deməli, Körfəzinin sahillərində. Bəlucların yaşadığı yeri. Niyə? Çünki orada separatizm meyilləri var. Pakistandan bölünmüş bir xalqdır, Pakistandan İran alsa Bəluclar. Və Bəluclar sünnidirlər. Cənub-qərbdə Əhvaz bölgəsi var, orada ərəblərdir, onlar da sünnidir. Ürmiyə gölündən qərbində Kürdlərdir, onlar da sünnidir. Yəni, həm dini bölgü var, həm etnik bölgü var. Nəhayət, Azərbaycan təbii ki,
Və düşünülən də budur və yaxud ola bilsin güman, o dilən niyyətlərdən biri budur ki, rejim dəyişikliyi İranın demokratikləşməsi, dünyaviliyi üçün deyil. Rejim dəyişikliyi əslində elə İranı dağıtmaq üçündür. Və o zaman hərbi qələbə əldə etmədən, canlı qüvvə oraya gətirmədən İranı bir faktor kimi yox edirsən. İlkin bəy, elə qeydli ilə başlayaq. Nəsə gözləmək olar mı oradan? Və yaxud da sizcə qeyddə olan ölkələr nəsə deyəcəkmi bu məsələyə? Çünki məsələn Kreml deyir ki, Rusiya, İran, üzr istəyirəm, Rusiya, İsrail-İran münaqişəsinin həlli üçün hər şey eləməyə hazırdır. Siz demişkən, yardımdan başqa hər şeyi eləməyə hazırdır. Avropa da onu deyəcək. Yeri gəlmişkən, Amerikadan fərqli olaraq Avropanın İrana münasibəti daha isti olub. Bəli, aydındır. Xüsusilə Fransanı. Bəli. İnqilab zamanı indi bu haqda hər kəs danışır. Düzdür, mən o fikirlə razı deyirəm ki, Fransada, İranda inqilabı fransızlar eləyib, yox. İran xalqı özü eləyib, indi Xomeyni Fransada yaşayıb, oradan gəlib. Çox üstən Fransada yaşamayıb, o 2 ay yarım Fransada yaşayıb. Fransdan gəlib, onu apardı Bağdatdan şeye. Amma Fransa intellektualları çox dəstək verdilər İran inqilabına. Michel Foucault şəxsən gəlmişdi Tehranda, heyran olmuşdu, xüsusi bir məqalə yazmışdı. Hətta Michel Foucault'un adına Tehranda küçə var. İran intellektualları ki, alimlər deyirsiniz, amma indi alimlər bir yana, amma filosofları, mesela Almaniyada, Fransada, daha çox oralarda, sosiologiya elmini, fəlsəfə, çox, baxmayaraq ki, dindardılar, baxmayaraq ki, şiəliyi bir dövlət ideologiyasını çeviriblər, amma çox maraqlı sintez yaradıblar. Məsələn, Hegel fəlsəfəsi ilə şiə inancını calayıblar. Onların liberal dindarları da Kant fəlsəfəsindən istifadə edir. Yəni, çox rastıma gəlib mənim. Mən o baxımdan doğru sayıram ki, məsələn, İranı belə tayəndən tutmaq olmaz. İran, orada intellektual həyat çox dərindir. Din pərdəsi altında çox şey görünmür. Amma dinin içində bir-birindən ideoloji rəqabətdə olan sağ-sol düşüncə adamları var. Halbuki eyni, hamısı da molladır. O baxımdan, bəli, İranın Avropa ilə münasibətləri daha sıx və daha dərindir. Amerika başqa. Amerika indi, onun belə bir lüksü var. Ən böyük dövlətdir, daha doğrusu ən güclü dövlətdir. Çox uzaqdadır. Orada Yahudi lobbisinin də özü yeri var filan. Ayrıca Britaniya ilə tarixi rəqabəti olub, onun yeri gəlmişkən elə Rusiya ilə özünün İranda və bu bir əsrlik ən azı bir rəqabətdir. 1907-də Anglo-Rus anlaşması oldu Sankt-Peterburgda. İranı 2 zonaya böldülər. Şimalı Rusiya götürdü, cənubu hələ 1-ci müharibədən əvvəl 1907-dən danışır. 18-ci ildə. 1907-də hələ. 7-də dev çıxandan sonra 18-ci ildə bölməyə gəldi. Və bilirsiniz ora şərtlər, orada konstitusiyon islahatlar gedirdi. Parlament qurulmuşdu, liberallaşma gedirdi. Bilirsiniz, Rusiyada, Britaniyada İran hökumətindən, şahdan tələb edilər. Orada şey var idi, nə idi, qoy görüm adı, Morgan, Amerikalı maliyyə müşaviri var idi. Neyse, onu baxmaq dəqiqləşdirmək olar. Və o orada maliyyə islahatlarını demək olar ki, aparıcısıydı. İran dövlətində. İran dövlətində Amerika vətəndaşı. Şah rejimində Qacarlar dövründə. Rus da, İngilis də tələb etdi ki, onu oradan götür. Yəni, o Amerikanı İrandan sıxışdırmaqda Rusiya ilə də İngiltərə tarixən həmişə əlbir olublar. Yəni, bu heç nə dəyişməyib bu baxımdan. Amerika o baxımdan İranla bağlı İrana sahiblənmək kimi bir məqsədi yoxdur Amerika. Amerikanın düzdür, şah dönəmində, İslam inqilabına qədər İranla yaxınlıq edirdi və İsraillə hətta İranın münasibətləri də yaxşı idi şah dönəmində. Amma İran İslam inqilabından sonra Amerika anladı ki, İran əldən getdi və başladı Türkiyəni gücləndirməyə. Orada hərbi rejim idi və sanksiyalar altındaydı. Amerika Türkləri dedi ki, siz burada sivil bir hökumət qurun, konstitusiyon islahat aparın və biz sizə kreditdə verəcəyik, hərbi yardım edəcəyik, falan edəcəyik. Yəni, Türkiyənin yüksəlişi İran İslam inqilabından sonra başladı. Yəni, Kənan Evran dövrünü nəzərdə tutursunuz, doğru mu? 1979-dan sonra. Yox, o 80-ci ildə orada hərbiçilər idarə edildi. Kənan Evran dövrü. Sonra orada yox, Turgut Özal gəldi deyəsən. Yox, Kənan Evren. Sonra gəldi. Kənan Evrenin dövrü general idi o. O general idi, amma ilk baş qərargah rəisi. Yəni, İran İslam inqilabından sonra artıq Türkiyə oldu əsas orada
demək geopolitik müsəlman ölkələrin arasında belə bir nüfuzlu bir şey. Bu Menderes'in hakimiyyətdən salınması və daha sonraki proseslər. Növbəti dalğa İsrailin çəkməsindən. O 60-cı idi. 60-cı idi. Amma Erkin bəy dediyi 79-82. İranla bağlı Amerika çox belə şey davranır. İsrail orada aparıcı agent deyir Amerikanın və orada əslində çox şey bəzənət Amerikanın o qədər də könlü yatmadığı işləri İsrail görür. Amerika məcbur olun sadəcə onu şıltaqlığına dözsün. Bəli. Ona görə bu G7 görüşündən hansısa bir ortaq mövqeyə olsa bir hansı kommunikə yaxud bəyanat açıqladılar. O da o sözdən o yana gedəsi deyil. Amerika orada məcburdur İsraili dəstəkləməyə və dəstəkləyəcək də onun arxasından çəkilməyə ehtiyacı belə bir heç onun marağında da deyil. Orada artıq Tofiq bəy də söylədi. Yalnız indi Amerikan fokuslanmıyor. Orada müsəlman ölkələri də var orada. Hətta Səudiyyə Ərəbistan dəvət olundu. Onların da İranla öz çəkişmələri var. O cümlədən ərazi və separatizm məsələsinə dedim məsələn Əhvaz bölgəsi. Ərəblərdir. Səudiyyə Ərəbistan orada gözü var. Bəluclar oradan gözdən çəkirlər. Çəkirlərsə də yenə deyirəm onu hər zaman onu canlandıra bilərlər. Orada maliyyəsi də var, hər şey də var. O yüzdən İranın ən çox neft qaz çıxan bölgəsidir. Qarlı bölgədir. Yəni ki bu məsələdə əgər o başlayarsa, mən o fikirlə də razıyam ki heç kəs İranın parçalanmasını istəmir. Bəlkə İsraildən başqa. Niyə? Çünki nə ilə qarşılayacağını heç kəs bilmir. Bax, odur məsələ. Yeri gəlmişkən bugün artıq aydın da olur. Çox zaman deyirlər ki, Qərb SSR-ini dağıtdı. Qərb SSR-ini dağıtmaq istəməyib. Amma artıq dağılandan sonra artıq sən o faktla qarşılaşırsan, ona görə məsələ yeri gəlmişkən bizim özümüz, bizim özümüz də ən azı ağlımızda bunu tutmalıyıq və buna hazırlaşmalıyıq ki, İran dağılsa bizim davranışımız necə olacaq? Aydın məsələdir ki, biz ora qarışmayacaq, suverenlik, ərazi bütövlüyünün planını hamısını tanıyırıq. Amma orada sərhəddir. Amma dağılacaqsa nə olacaq? Sərhəddir. Yeri gəlmiş ki, sərhədlərin bu illər ərzində bağlı qalmasının da mən elə gəlir ki, daha hər kəs anladı niyə. Çünki hamı aydındır ki, bu karantina plana bağlıydı. Amma elə mən 2 il bundan əvvəl də demişdim ki, bu daha çox təhlükəsizlik tədbiridir. Sonra prezident də bunu açıq artıq özü də dedi. İndi hər şey aydın olur. Çünki məsələ ondadır ki, bu kəşfiyyat planlar, bunlar hamısı məlumatlar ali rəhbərlikdə var. Hər kəs anlayır, görür bizim bilmədiyimiz o qədər şeylər var ki, bəlkə də heç ağlımıza da gətirə bilmirik, amma rəhbərlik bunu bilir. Odur ki, bu hazırlıq olmalıdır. Cəmiyyətdə də, hökumətdə də. Təbii, cəmiyyət də, mətbuat da, siyasətdə çox şey arzulanmadan baş verir. Yəni, biz də məsələn elə bizim özümüz. Amma çox əminsiniz ki, parçalanacaq. Əminlik bildirmirəm mən. Mən sadəcə deyirəm ki, bu mümkündür. Hipotetik cəhətdən mümkündür, amma praktiki cəhətdən yox. Mən SSR-in dağılmasından sonra, Yugoslaviyanın dağılmasından sonra, SSR-in dağılmasından sonra belə ehtimalı mümkün sayılır. Yəni burada İranın parçalanmayacağı ehtimalını 100% irəli sürmək qənaətimə görə doğru olmazdı. Əvvəl ziddiyyətlər dərindir daxildə. Bizim gördüyümüz bir İran var, təbii ki. Və eyni zamanda daxilində biz onu hiss eləyə bilmərik. Hər cəmiyyətin daxilində ziddiyyətlər var. Parçalanmaq həddində deyil. İnanmıram. Mən inanmıram. Parçalanmaq həddində deyil, bunun alternativində. İndi deyil əlbəttə. Amma rejim dəyişərsə. Alternativini də deyə bilərəm ki, parçalanma həddindədir. Yəni, rejim dəyişərsə. Konkret faktı dəyərləndirmək üçün əlimizdə hər hansı bir formada imkan yoxdur. Bax, deyirsiniz, mən indi söhbəti uzatmaq istəmirəm. Mən çox hörmətli yanaşıram. İndi onun mənimlə razılaşmaması da tam doğru ki, onun haqqıdır. Mən ideokratik dövlət deyəndə ona o anlamda demədim ki, hər kəs orada yalnız bir ideya taxılıqlı. İdeokratik həmin o, indi dini ya dünyəvi fərq etməz. Ona qalsa İsrail də ideokratikdir. Deyir ki, biz Yahudi dövlətik, biz nə bilim, Musadan filandan oradan götür. Hekayəsini ona bağlayırlar. Bəli. Bunlar da bu hekayəsini buna bağlayır. Elə o ideokratik odur. Aydın məsələdir ki, artıq İran İslam inqilabından sonra yeni nəsil yetişib. Onlar daha o qədər də ideoloji yanaşmırlar falan. Bunlar hamısı var. Mən sadəcə demək istədim ki, bax o şah və şəriət, mən onu elə belə demədim. Çünki minilliklər tarixində İran adlanan o coğrafiyanın bütün dövlətçilik şah və şəriət üzərində qurulmuşdur. Və SSR-i də elə idi də. Məsələn, Rusiya çar və kilsə. Bolşeviklər çarı da, kilsəni də ləğv elədilər. Sonra tez anladılar ki, bu cəmiyyəti bunsuz idarə eləməm. Çarın yerini baş katib tutdu, kilsənin yerini partiya tutdu.
doldurdular o boşluğu başqa adla. Və Qarbaçovun da səhv oldu ki, partiyanı zəiflədəndə dövlət məlum oldu ki, çox zəifmiş və parçalandı, dağıldı, getdi. Zamanlama baxımından biraz min illər boyu uzağa gedirik. Bəli, amma bu min illər deyəndə ki, sizin belə dərin ənənəsi olan dövlətin siyasi rejimi belə kəskin dəyişirsə, mən şahsız və şəriətsiz İran, çünki bu çox... Bu dağılmalıdır sizcə? Mən demirəm dağılmalıdır, hətta demirəm ki, dağılacaq. Amma mən deyirəm ki, dağılma ehtimalı xeylidir. Mümkündür, siz deyək, bax, bu versiya həqiqətən Netanyahunu istəmirlər, Netanyahu müharibə yolu ilə özünü uzadır ömrünü, bu belədirmi? Şübhəsiz ki, Netanyahunu hələ istəmirlər, yüngül sözdür. Ondan zəhləsi gedən, ona nifrət edənlər də var. Həm dini çevrələrdə İsrailin, həm sol, onların da öz radikalları var. Məsələn, Haaretz qəzetini oxusanız, əməlli başlı baxırsan ki, bilməsən ki, o Yahudilərin qəzetidir, deyərsən ki, bu kimsə anti-İsrail qüvvələri yazır. Əməlli başlı Haaretz, yeri gəlmişdən Haaretz qəzeti bizi də çox pis vururdu, İsraillə əməkdaşlığımıza görə. Bəli, mən o baxımdan, yəni onların soluna heç bir simpatiyam yoxdur. Netanyahunun bir dənə çox vacib, yaxşı əməli varsa, o da Azərbaycana verdiyi dəstək. Yox, biz də bunu dəyərləndirməliyik. Mənə bəsdir bu bizə. Biz onu dəyərləndirməliyik. Amma mən çağırış elərəm ki, onu dəyişsinlər. Yəni ki, təbii ki, demokratik seçkidə çox şey mümkündür, amma onu da yaddan çıxarmayaq elə bu Netanyahu özü birinci dəfə deyil, 90'ların ilk ortaları, ilk yarısından arada bir dəfə uduzdu getdi, sonra yenə qayıtdı. Yəni, onun belə bir siyasi sağqalma instinkti deyək, strategiyası deyək, bacarığı var və o hakimiyyətə də zəbt etmir, ona səs verirlər. Hə, o başqa məsələ ki, manipulativdir onun nitqləri, orada propaganda da çoxdur, amma hansı dövlətdə bu yoxdur ki, xüsusilə sən ideokratik bir dövlət olanda. Və o baxımdan İsraildə hakimiyyət dəyişə bilərmi? Evet, dəyişə bilər. Demokratik seçkilərdə bu ehtimal həmzəm var. Amma buna görə, bu müharibəyə görə olacaqmı? Bilmirəm. Yəni, açığı bu sual məndə açıqdır. Mən düşünmürəm ki, bu saat Netanyahunu küncə sıxıb seçki falan tələb edəcəklər. Bu alınmayacaq. Çünki indiki şəhərdə İran da bombalayır. Artıq orada da mülki əhali arasında deməli, bu əksinə İsrail cəmiyyətini birləşdirəcək. O birləşdirəcək və ən azından qəzəbləndirəcək. Hətta Netanyahunun əlinə oynayacaq. Aydındır. Çünki Netanyahu da deyir, bax görürdünüz, mən elə vurmurdum onu. Hələ biz onu vururuq deyə bu qədər hələ. Gör, biz onu vurmasaydıq daha nə qədər zərbə. Yəni, bu aydın ki, bunlar hamısı propaganda. Yeri gəlmiş ki, bax, indi Ukraynada da o söhbətlər vardı. Ukraynanın da müxalifəti var. Var. Özdə mən onlarla aşbada görüşürüm. Onlar da belə biri görsən anlamsa, seçki olmalıdır. Halbuki müharibə biraz onları biraz sıx. Müharibə olmasa bəlkə də Zelenski çoxdan hakimiyyətə getmişdi. Təbii ki, Ukrayna cəmiyyəti üçün. Amma bir məsələ var. Tam da uyğun olmadı, üzr istəyirəm buna. Aydındır, mən bilim nəyi nəzərdə tutursunuz. Nəyi nəzərdə tutursunuz, aydındır. Amma müharibə vaxtı hakimiyyəti dəyişmək, xüsusilə müxalifətdən belə bir tələb irəli sürmək çox uğursuz addım.